alma, yer kökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız hesabsız keyfiyyətləri sayəsində əsl sehirli içki sayılır. Orqanizmə şəfa verici təsiri və çox asan hazırlanması bu şirəni cavanlıq içkisi kimi bütün dünyada populyar edib. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu sonacan izləyin, bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Bu möcüzəvi şirə üçün alma, yer kökü və çuğundur alıb onları şirə çəkən maşından keçirmək lazımdır. Vəssalam. Tərkibində cəmi 2 tərəvəzin və bir meyvənin olmasına baxmayaraq bu şirə çox bəsləyicidir. Almanın tərkibində A, B qrup, C, E və K vitaminləri, bol turşusu, sink, fosfor, natrium və dəmir kimi maddələr var. Yer kökünün tərkibində nikotin və pantoten turşuları, kalsium, magnezium və selenlə zəngindir. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Dəmir, mis, magnezium, kalsium, qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, uzun müddətli faydalı təsir göstərmək üçün alma, yer kökü və çuğundurun kombinasiyası yetərlidir. Alma, yer kökü, çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn, böyrəkləri, qaraciyəri və mədə-altı vəzni sağlamlaşdırmaq üçün əla vasitədir. Müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər növlərini də müalicə edir. Çünki bu xəstəlik törədən hüceyrələrin böyüməsinin qarşısını alır. Təzə çəkilmiş şirə, paket və butulkada satılan şirələrdən çox faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də içkidir. Bu müalicəvi, profilaktik məhsuldur. Buna görə də ehtiyatla və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu şirəni müalicəvi məqsədlə gündə 2 dəfə vermək olar. Özü də bir porsiya 30 mg-dan çox olmamalıdır. Şirəyə su da əlavə oluna bilər. Meyvə, tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən kimi dərhal içilməlidir. Soyuducuda saxlamaq olmaz, çünki 10-15 dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər məhv olur. Görmə qabiliyyətini yaxşılaşdıran, metabolizməni sürətləndirən bu içkini qəbul etməyə başladıqdan bir neçə gün sonra fərqi özünüz görəcəksiniz. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyillidirsə, onda təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan əlavə, bu şirəni soyuq dəyməsi olan uşaqlara vermək də məsləhət deyildir. Çünki selik ifrazını stimullaşdırmaqla öskürək və zökəmi gücləndirir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, bəyənib, şərh yazmağı da unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.